Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin ikinci görüşü Azərbaycanda keçirilir. Bu çox sevindirici haldır. Əminəm ki, belə görüşlərin davamı olacaq. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü 2 gün bundan əvvəl Macaristanda keçirilmişdi. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Keçən il birinci qeyri-rəsmi zirvə görüşü Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Və dövlət və hökumət başçıları belə qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin. Bizim rəsmi zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, Azərbaycanda bu il rəsmi zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək. Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiq və başlıca faktor odur ki, qardaş ölkələrik. Və təşkilatın təməlində məhz bu prinsip dayanır. Və hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətləri vardır. Bizim nəqliyyat layihələrimiz bizim ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimiz üzərindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Buna əgər bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkacan olacaq. Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa edəndə bizim əhalimiz haradasa 7 milyon idi. İndi 10 milyonu ötüb. Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır. Ona görə təşkilat çərçivəsində iqtisadi, nəqliyyat, enerji məsələləri ilə yanaşı mütləq bizim ortaq köklər haqqında biz geniş danışmalıyıq. Ortaq tarix haqqında, tarixdə müxtəlif məqamlar olub. Biz müəyyən dövr ərzində bir-birimizdən ayrı düşmüşdük, bizdən asılı olmayan səbəblərə görə. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi bizi yenə də bir araya gətirdi. Və əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan zirvəsi xüsusi yer tutur. Və biz çox şadıq ki, Azərbaycanın qədim şəhəri olan Naxçıvanda məhz bu tarixi qərar qəbul edilmişdir. Ki qaldı daxili işlər orqanlarının birgə fəaliyyətinə. Buna təbii ki, böyük ehtiyac var.
Çünkü qeyd etdiyim kimi ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Və təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır. Və təbii olaraq bizim əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir. Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü, vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq. Bəzi təşkilatlara biz üzvük, bəzi təşkilatlarla biz müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük. Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız. Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. İndi hesab edirəm ki, əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq. Nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilmək. Bütün bunlar üçün, yenə də deyirəm, bütün imkanlar var. Əgər olmasaydı, bu barədə mən danışmazdım. Sizi mən bir daha salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Sizə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrin xalqlarına öz hörmətimi bildirirəm və sizə uğurlu iş və gözəl nəticələr arzulayıram. Əvvəlcə bizi qəbul etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Siz qeyd etdiyiniz kimi bu Daxili İşlər Nazirlərimizin ikinci görüşüdür. Birincisi keçən il Qırğızstanda olub. Siz qeyd etdiniz ki, hörmətli nazirlərimiz görüşürlər, onlar daha çox mahiyyətə diqqət yetirirlər. Bu gün də kommunikə hazırlanıb. Bundan sonra da belə görüşlər olacaq və orada Daxili İşlər Nazirlərinin fəaliyyətinin əsas istiqamətlərini ehtiva edən kommunikə qəbul ediləcək. Bu, banditizm, terrorizm, cinayətkarlıq və s. ilə mübarizə daxil olmaqla nazirlərimizin fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. 2 gün əvvəl vaxtilə sizin təşəbbüskar olduğunuz qeyri-rəsmi zirvə görüşümüz keçirildi. O, mahiyyət etibarilə qeyri-rəsmi deyil, daha çox rəsmi idi. Orada da hüquq mühafizə orqanlarımızın işindən bəhs edildi. Siz də qeyd etdiniz ki, ötən il ilk dəfə Şuşada Ali Məhkəmə instansiyalarımızın görüşü oldu. Ali məhkəmələrin sədrləri bu yaxınlarda 2 həftə əvvəl Antalyada yenidən toplaşdılar və nizamnamə qəbul etdilər. Orada da bütün fəaliyyət istiqamətləri göstərilib. Bizdə artıq baş prokurorlar, notarial orqanlar, ədliyyə nazirlərinin platformaları yaradılıb. Ötən il ədliyyə nazirləri də Astanada bir araya gəldilər. Bir sözlə, bütün hüquq mühafizə bloku
institutlaşmaya başlayıb. Artıq ilk addımlar atılır. Sizin parlamentdəki inaqurasiya nitqinizdə qısaca qeyd etdiyiniz kimi, hamı bunu dəstəkləyir. İndi sizin dediyiniz kimi, bizim təşkilat daha güclü ola bilər. Biz həqiqətən nadir beynəlxalq təşkilatıq. Siz qeyd etdiyiniz kimi, 15 il əvvəl qəbul edilən Naxçıvan sazişində deyilir ki, bizim məhz tarixi köklər, mədəniyyətimiz, dil, din birləşdirir. Çünki belə bir başqa təşkilat yoxdur. Və bizim hamımızın vəzifəsi yaradılmış platformalarla onu gücləndirməkdir.